Tamam, hər vaxtınız xeyir olsun, təşəkkürlər. Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Asan İnnovativ İnkişaf Mərkəzinin artıq sayıca 3-cü canlısında mən Aytən sizi salamlayıram və xatırlatmaq istəyirəm ki, bu rubrikanın yaradılmasına məqsəd mövzuları sizinlə bərabər interaktiv müzakirə etmək üçün platform yaratmaqdır. Və elə bu gün də maraqlı bir mövzu seçmişik. Bugünün və gələcəyin mövzusu olan blockchain, kripto və Web3 ən sadə dildə sizin üçün çalışacağıq, işıqlandıraq mövzunu. Və istəyirəm qeyd edəm ki, rəy hissəsində mütləq suallarınızı yazın, bəzi suallarınız artıq bizdə var, onu mən səsləndirəcəm. Və keçid etmək istəyirəm qonağımıza. Qonağımız Valuta Expert, Crypto Consulting MMC-nin direktoru, Crypto Invest As portalının rəhbəri və Unique Business məktəbinin müəllimi Elnur bəydir. Hər vaxtınız xeyir olsun Elnur bəy, təşəkkür ederim bizimlə olduğunuz üçün. Salamlar. Xoş gününüz olsun. Xoş gəlmişsiniz. Bu günləri sizinlə bərabər istəyirik. Səsiniz eşidiləbilirmi Elnur bəy? Bizi eşidiləbilirsiniz? Rahat. Bəli, eşidirim. Əla. İstəyirik vaxt itirmədən keçək birinci sualımıza. Bugünün əsas mövzunun şərti olurkən sadə asan dildə danışacağıq. Çünki bəzilərimiz artıq bu termini tanıyırıq, eşitmişik, bilirik, bəzilərimiz öyrənmək istəyirik və məsələn 13-14 yaşlı yeniyetmənin belə başa düşəcəyi, maliyyə və texnologiyadan çox da məlumatlı, savadlı olmayan biri üçün də sadə dildə rəqəmsal maliyyəni necə izah etmək istərdiniz? Deməli, bugün təşəkkür edirəm bu cür şərait yaratdığınıza görə. Ümumiyyətlə, mən də çalışacağam ki, bu webinar müddətində maksimum texniki cəhətdən çətin, mürəkkəb sözlərdən istifadə etmədən, hətta siz dediyiniz kimi 14-15 yaşlı insanların da başa düşə biləcəyi sadə dildə izah edeyim. Deməli, müasir dövrün sözlərindən, açar sözlərindən biri olan rəqəmsal maliyyə nə deməkdir? Rəqəmsal maliyyə ümumiyyətlə maliyyə xidmətlərinin internet və texnologiyalardan texnologiyanın istifadəsinin vasitəsilə təqdim olunmasıdır. Yəni, banka fiziki getmədən pul köçürmək, onlayn krediti almaq, ümumiyyətlə, mobil tətbiqlərlə ödəniş etmək, hətta kriptovalutalara investisiya etmək, bunların hamısı bir yerdə rəqəmsal maliyyəyə daxildir. Əsas fərq ondan ibarətdir ki, ənənəvi maliyyə prosesləri daha çox kağız, belə deyək də, filiala getmək və orada da insan əməyinə əsaslanırdısa, rəqəmsal maliyyədə isə bu hamısı avtomatlaşdırılır, daha sürətli və real vaxt rejimində işlər. Yəni, burada artıq bu cür texnologiyalar bizim həm istehlakçıların, istifadəçilərin, həm də maliyyə xidmətləri təqdim edən tərəflərin işini sürətləndirir, asanlaşdırır və belə deyək də, həm də bizim bu istiqamətdə elətdiyimiz işləri də xərclərini minimumlaşdırır. Əla. Ümumilikdə rəqəmsal maliyyə budur. Yəni, hər birimiz gündəlik həyatda mobil tətbiqlərdən istifadə ediriksə, bu artıq bizim rəqəmsal maliyyəyə daxil olub bunun xidmətlərini istifadə eləməyimiz deməkdir. Əla. Bəs blockchain bu rəqəmsal maliyyənin hansı hissəsindədir? Blockchain haqqında ən sadə dildə nə deyə bilərsiniz bir giriş etmək üçün? Deməli, gəlin blockchaini belə sadə dildə izah edeyim. Təsəvvür edin ki, bir dəftərdir, böyük bir dəftərdir. Hər bir dəftərin bir səhifəsində müəyyən məlumatlar yazılır. O məlumatları biz blok adlandırırıq. Yəni, istənilən məlumatlar blok adlı bir məlumat formasında bu dəftərə yazılır. Bunun adını qoyuruq onlayn jurnal. Və bu dəftər bir nəfərdə deyil, bütün şəbəkənin iştirakçıları arasında bərabər paylaşılır və məlumatların da bir nəfərdə deyil, hər bir nəfərdə eyni məlumatın olması var. Burada artıq hər hansı bir məlumat yazılarsa, bu yazını pozmaq, dəyişmək və ya məlumatları saxtalaşdırmaq artıq mümkün deyil. Burada indi fərqi yoxdur. Ya maliyyə məlumatları olsun, ya istənilən digər məlumatlar olsun. Burada blockchain texnologiyasının, burada da adından da baxın, blok sözü oradakı hər bir səhifədə yazılan bir blok məlumatlardır. Chain zəncir, yəni bu məlumatlar bir-birlərinə zəncirvari bağlıdır və bunları bu əlaqəni pozmaq və yaxud da ki, bu əlaqəni qırmaq mümkün deyil. Əsas verdiyi üstün odur
üstün nədir? Məlumatlar hər bir kəsdə var, yəni mərkəzi idarə etmə sistemi yoxdur. İkinci, məlumatları dəyişmək, pozmaq, hər hansı bir müdaxilə etmək mümkün deyil. Üçüncü də şəffaflıq. Yəni hər bir kəs oturub bu məlumatları şəffaf şəkildə baxa bilər, audit edə bilər. Yəni burada üç mühüm belə deyək də faktoru özündə birləşdirən texnoloji bir yenilikdir ki, artıq blockchain bizə bunu təqdim edir. O zaman blockchainin data bazadan fərqi odur ki, o heç kimə məxsus deyil, bir mərkəzi yoxdur və onu belə asanlıqla bir nəfər və ya bir qurum tərəfindən dəyişdirmək mümkün deyil. Mümkün deyil və əlavə olaraq da hər bir şəbəkənin üzvü bunu rahatlıqla yoxlaya bilər, baxa bilər, yəni audit edə bilər. Yəni çox rahatlıqla bu görsənir. Okay, indi sual yaranır ki, necə yarandı bu blockchain, biz bunu necə bildik, hansı formatdadır, qısa formada bunu izah edeyim. İlk dəfə blockchain texnologiyası haqqında biz məlumatı 2008-ci ildə Satoshi Nakamoto adlı bir şəxs internetdə Bitcoin haqqında, ilk kriptovalyutanın Bitcoin haqqında bir məlumat dərc edir 2008-ci oktyabr ayında və 2009-un yanvar ayının içində də ilk Bitcoin istehsal edib, belə deyək. Biz o zaman ancaq eşidirik ki, ilk kriptovalyuta Bitcoin, o haqda məlumatlar yaranır, amma biz bilməliyik ki, Bitcoin ilə bərabər bir blockchain texnologiyasının yaranması da həmdir. Yəni belə deyək, blockchain texnologiyasının ilk məhsulu, ilk kriptovalyuta olan Bitcoindir. Biz dünya olaraq Bitcoin ilə blockchain texnologiyasını tanıdıq. Bəli, zaman keçdikcə məlum oldu ki, bu blockchain texnologiyası nəinki maliyyədə, digər sektorlarda təhsil, təchizat zənciri, səhiyyə, logistika, kadastr sistemi, daha geniş belə deyək də məfhuma və ya tətbiqli sahəsinə məxsus olan bir texnologiya meydana çıxdı. Amma yenə də məhsulu bir Bitcoin oldu. Yəni biz Bitcoin ilə başlayaraq bu texnologiyanın əsasını qoyulmuşunu gördük. Amma nəzərə almaq lazımdır ki, bu cür konsepsiyalar 2008-ci ildən əvvəl də olubdur. Hətta 90-cı illərin əvvəlində, 92-ci ildə, 98-ci ildə belə bir konsepsiya qoyulmuşdu. Amma bir məsələ var ki, sadəcə o vaxt internet inkişaf eləməmişdi. Bu konsepsiya yaxın, məsələn, adi Bitcoin götürsək, ilk rəqəmsal valyutanın belə deyək də, fəaliyyəti ilə bağlı, iş prinsipi ilə bağlı məlumatlar 98-ci ildə ortaya çıxsa da, həmin dövrdə təsəvvür internetin inkişafı da o dərəcədə deyildi. Nəzərə alaq ki, rəqəmsal sektor internetdən birbaşa asılıdır, onun inkişafı ilə paralel gedir. Həmin dövrdə inkişaf olmadığına görə üstündən hardasa bir 10 il sonra artıq internet başladı inkişaf eləməyə və burada tətbiqi imkanları yarandı. Ona görə də biz Bitcoin'in üzərindən blockchain'in ilk məhsulunu gördük və bayaq dediyim, sadaladığım məsələlər də özlərində ilk növbədə Bitcoin-də gördük. Biz gördük ki, həqiqətən Bitcoin özü maliyyə sektorunda bir yenilik yaratdı və məlum oldu ki, həqiqətən də maliyyə sektorunda mərkəzsiz idarə oluna bilərmiş. Yəni, insanlar... Onlara gələcək. Bəli, maliyyə... Onlar mənim artıq oradan da özünün riskləri də var, üstünlükləri də var, hamısını istəyirəm sizinlə müzakirə edək. O zaman belə başa düşə bilərikmi ki, misal üçün bu, əgər bir şəhərdə, məsəl üçün blockchain şəhərin bir infrastrukturu yolu kimi təsəvvür etsək, orada, məsəl üçün, o yolda hərəkət edən avtomobillər, misal üçün, kriptolardır və kriptolardan da danışarkən bizim ağlımıza gəlir birinci Bitcoin. Baxmayaraq ki, o birinci deyil, sadəcə ən təkamül etmiş forması birinci Bitcoin sayılır. Ondan öncə gələnlər, hərəsinin bir çatışmazlığı vardı ki, bunun da səbəbi internetin zəifliyi idi, o dönəmlərdə inkişaf etməməsi idi. Amma bugün imkanlar daha genişdir və risklər daha azdır. Məsəl üçün, blockchain fərqləndirən xüsusiyyətlərdən dediniz, əsas real olaraq hansı sektorlar tətbiq edilir? Mən bildim ki, siz bank dediniz, təhsil sahəsi dediniz. Hal-hazırda banklara rəqibdirmi blockchain, yoxsa dəstəkdirmi? İlk növbədə bəli, biz maliyyə sektorunda bunu görürük tətbiqini. O da niyə görə maliyyə tətbiqidir? Çünki maliyyə sektorunun pulu var və təbii ki, blockchain texnologiyasının tətbiqi müəyyən məsrəflər tələb eləyir, müəyyən bu sahədə ekspertlər tələb eləyir ki, bunları sistemlərə inteqrasiya eləsinlər. Bu bir maliyyə tələb edir və əsasən maliyyədə bunun tətbiqinin olur ki, pul maliyyədədir və maliyyə sektoru burada daha qabağa düşdü və bunun tətbiqi, belə deyək, maliyyə sektorunda daha sürətli oldu.
Bu bir rəqib deyil əslində, bir dəstəkdir. Amma rəqib nə zaman olur? İnsanlar yenə deyirəm, bayaq qeyd etdiyim kimi məlum oldu ki, mərkəzsiz də bir maliyyə sistemi qurmaq olar. Yəni biz həqiqətən ənənəvi maliyyə necədir? Mərkəzi bank pulu emissiya eləyir, nəzarət eləyir, pul kimdədir? Bütün sistem əllərinin altındadır və buna birbaşa bir sistemli nəzarət orqanı var. Amma blockchain sistemində mərkəziyyət sistemi yoxdur deyə paylanılmış reyestr qaydasıdır. Yəni onlayn jurnallar çoxdur. Ona görə də insanlar bir-birlərinə pul köçürərkən üçüncü tərəf, yəni banklar və yaxud da pul köçürmə sistemi, digər dövlət qurumlarından müstəqil şəkildə bir-birlərinə maliyyə məlumatlarını ötürə bilsinlər. Hətta 2008-ci ildə bu Bitcoin yaradılarkən onun heçində bir məlumat var idi. Orada 2008-ci maliyyə böhranı nəticəsində əsas günahkar kimi banklar maliyyə sektoru əldə və buna belə bir rəqib olaraq düşmən xarakterli oldu. Bəli, etiraz əlaməti olaraq bunu yaratdılar ki, biz banklarsız da bir-birimizə pul köçürə bilərik, bir müstəqil bunu eləyə bilərik, heç bir nəzarət forması da burada tətbiq olunmaya da bilər. Və təbii ki, indiki dövrdə də müəyyən mərkəzi banklar da var ki, buna qarşı çıxırlar ki, bu da bir gücdür, maliyyə sektorunda. Onların nəzarəti olmadan hər hansı bir transaksiya eləmək, onların müəyyən maraqlarına toxuna bilər. Bəs Elnur, məsəl üçün mən getdim, köçürmədə bir problem yaşadım. Şəxsi öz səhvində ola bilər, xəta olaraq və yaxud da ki, bankın öz xətasıdır. Mən bir vətəndaş olaraq, bir insan olaraq biz istəyirik gedib kimdənsə misal üçün ya dəstək alaq, ya hesab soraq, ya misal üçün hüquqlarımızı tələb edək, deyək. Mütləq üçüncü bir şəxs sanki psixoloji olaraq ehtiyacımız var. Bəs belə olan halda risk deyilmi ki, sanki hesab soracaq və ya dəstək istəyəcək, heç kim yoxdur. Burada nə baş verdisə, məsələ də orada bağlanır. Deməli, ilk növbədə mən bunu izah edim tənzimləmə qaydaları ilə. Çünki texnologiya nə vaxt yeni yaradılır, onun çalışırlar ki, bunu müəyyən müddətdə hansı formada tənzimləmələrlə idarə eləsinlər. Risklər təbii ki, var. Müəyyən risklər var ki, bu tənzimlənir, müəyyən risklər var ki, tənzimlənə bilmir. Bəli, burada hansısa məlumatın səhv doldurulması, məlumatın səhv götürülməsi nəticədə maliyyə vəsaitlərinin itirilməsi ilə nəticələnə bilər. Bu texnologiyanın bir belə deyək də üstünlüyü olsa da, müəyyən mənfi cəhətləri də var ki, əgər siz məlumatı düz doğru göndərməmisinizsə, doğru doldurmamısınızsa, məlumatlar sistemdə itə bilər və yaxud da ki, səhv göndərilə bilər. Nəticə olaraq mərkəzi idarəetmə olmadığına görə siz bu zaman maliyyə vəsaitlərinizin kimdən, necə alacağınız da belə deyək də sual altına düşür. Amma nəzərə alaq ki, artıq tənzimləmə mexanizmləri işə düşür. Hibrid olmalı gəlirsə, hardasa bir 3-5 il bundan qabaq kriptovalutalar belə aktivlərin saxlanması ancaq şəxsin özünün belə deyək də məsuliyyəti altındaydı. İndi hətta müəyyən artıq banklar da kriptovalyuta xidmətləri təqdim edərkən ilk başlanğıc nədir? Depozit kimi saxlanması nəzərdə tutulur. Siz artıq banka gedərək öz rəqəmsal aktivlərinizi banka verirsiniz və bütün öhdəliklər də artıq banka gedir. Necə ki, normalda ənənəvi maliyyədə siz depozit qoyarkən bütün pulunuzu üzrə cavabdehlik bank daşıyırsa, artıq indi də o mərhələyə gəlib çatıb və mən inanıram ki, artıq 2026-cı illərdə banklar da bu xidmətləri təqdim edəcəklər. Yəni kriptovalutaların saxlanması onların etibarlı formadır. Yəni siz artıq da kod yadda saxlamalı öhdəliyiniz artıq olmayacaq. Bütün bu öhdəliklər artıq banka, siz müqavilə bağlayaraq öz aktivlərinizi banka təhvil verirsiniz, depozit formasında. Sadəcə bu artıq rəqəmsal formatda keçir. Yəni bu artıq özü də rəqəmsal formada rəqəmsal valutalarında tətbiqinin daha da asanlaşdırır və tənzimləmələri burada reallaşdırır. Amma sizə bir nümunə deyim, bunu necə sadə başa düşmək olar. Təsəvvür edin ki, 20-ci əsrin əvvəlidir, London küçələridir, təzə-təzə avtomobillər meydana çıxır. Təbii ki, təzə-təzə avtomobillər meydana çıxanda küçədə keçərkən qorxurdular. Çünki maşınlar gedib insanları vururdu. Sonra zaman keçdikcə başladılar bunu tənzimləməyə. İşıq forlar qoyuldu, təsəvvür edin, bu artıq avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi tətbiq olundu, yol hərəkət qaydaları qoyuldu və məlum oldu ki, avtomobillər elə də təhlükə mənbəyi deyillər.
hazırda eyni mərhələyində kriptovalyutalar startap dövründə yaşayır Çox və gözəl. tənzimləmələr ortaya çıxdıqca görürsünüz, artıq banklar da artıq rəqəmsal valyutalarla artıq da mübarizə yox, başlayırlar əməkdaşlıq eləməyə. Mərkəzi banklar 5 il bundan qabaq buna tam olaraq spesifik yanaşırdılarsa, artıq deyirlər ki, xeyr, artıq Bitcoin artıq da çeşitli pulun yuyulmasında istifadə olunan kimi deyil də, həm də investisiya aktivi kimi istifadə oluna bilər. Və bunu hansısa formada, yumuşaq formada tənzimləmək lazımdır. Yəni, buna qarşı mübarizə aparmaqdansa, bunu tənzimləyib gücümüzü birləşdirək. Bəs Elnur bəy, misal üçün, bayaq da özünüz bildirdiniz ki, bizim cibimizdə olan manatın, misal üçün, arxasında dövlət dayanır, bank dayanır və onun dəyərində, deyək ki, misal üçün, Mərkəzi Bank təyin edir, Azərbaycan manatından danışırıqsa. Və belə bir sual yaranıb ki, bəs heç bir mərkəzə bağlı olmayan, ekrandakı rəqəmlərdən, sadəcə riyazi rəqəmlərdən ibarət olan bir kripto pulun dəyərini nə təyin edir? Onu qiymətli edən nədir bəs? Bəli, bu ən məşhur suallardan biridir. Həqiqətən də inanmıram ki, bu sual ümumiyyətlə həmişə maraqlı olacaq və bir çox hallarda da bəzi ekspertlər bunu cavabsız qoyurlar. Nəyə görə? Çünki insanların yenə də ənənəvi maliyyədə psixoloji olaraq bir arxayınlıq olmalıdır ki, bu məsuliyyəti kimsə üzərində daşımalıdır. Necə ki, manatın məsuliyyəti birbaşa Mərkəzi Bank daşıyır, bəs kriptovalyutada bu necədir? Burada bir neçə əsas faktor var. Birincisi, tələb və təklif faktorudur. Yəni, hər hansı bir kriptovalyutanın dəyərinə bazar qiymət verir və bazarda tələb və təklif yaranır. Artıq burada tələb və təklifə təsir edən başqa amillər ortaya çıxır. Birinci, misal götürək Bitcoin üzərindən və ya Ethereum üzərindən bu kriptovalyutaların sayıdır. Sayı limitlidir. Bilirsiniz ki, manatdır, dollardır, bunların sayı limit yoxdur. Yəni, istənilən vaxt hər il müəyyən həcmdə çap olunur. Və heç kim deyə bilməz ki, bu fiat valyutaların, yəni manat, rubl və yaxud da ki, dolların sayı nə qədər olacaq. Amma kriptovalyutaların bəlli bir sayı var. Məsələn, Bitcoin-də bu 21 milyondur, tutaq ki, 21 milyon, 120 milyon üzərindədir. Konkret sayı var. Limitli olması istənilən halda bunu, yəni qıt belə deyək də, funksiyası olması bunun gələcəkdə belə deyək də, qiymətinin daha artıq olacağına ümidlər verir ki, bəli, bunun sayı, bir fiat valyutanın sayı limitsizdir, amma bunun sayı limitlidir. Təbii ki, müəyyən dövr keçəndən sonra da bunlar, belə deyək də, daha dəyərli olacaq. Əsas, belə deyək də, bu iki faktor olmalı. Biri, tələb təklif, belə deyək, amilidir. İkinci, say limitidir, say. Və üçüncü də insanlarda belə bir ümid var ki, doğrudan da biz buna inanırıq, müasir dövrün artıq tələbləridir. Ümid var ki, biz artıq rəqəmsallaşma dövrünə gedirik və gələcəyin hesablaşma və yaxud da ki, ödəniş vasitəsi də rəqəmsal valyutalarda inam yaranır ki, biz inanırıq ki, bunların belə də dəyər formasını qalır. Bəli, arxasında heç nə dayanmır, sadəcə kodlardır, sadəcə buna da insanların artıq inamı var. İnam varsa, istənilən bir aktiv zaman keçidi daha çox dəyərlidir. İnamın yaradılması da biraz indiki zamana görə mən indi deyirəm, biraz insanlar reallıqla illüziyanı tam hiss edə bilmirlər. Misal üçün, doğrudan da mı, bayaq qeyd etdiyimiz kimi bir neçə kodlardan ibarət olan bir kod yığını qızıldan və yaxud da ki, çox məşhur bir misal şirkətin səhmindən daha dəyərli ola biləcək kimi. Yəni, bu doğrudan da realdırmı, yoxsa bir illüziyada sadəcə sizin dediyiniz inamdır və ümiddir? Biz bunun artıq bariz nümunəsini son 10 ildə ilk valyuta olan Bitcoin-da artıq gördük. Ki, biz dəyəri 3 sent olan, 2009-cu ildə dəyəri 3 sent olan... Deyəsən, Pix almışdılar, əgər düz xatırlayamıramsa, ilk dəfə belə bir maraqlı hadisə var ki, 10 bitcoin'a, yoxsa neçə bitcoin'a pizza almışdılar. Deməli, bəli, bu baş verib 2010-cu ilin may ayında bir IT mütəxəssisi, o vaxt bitcoin yaranarkən bu sadəcə IT mütəxəssislər arasında daha çox populyar idi və onlardan biri internetdə yazmışdı ki, kim mənə 2 pizza alsa, mən ona 10.000 bitcoin göndərəcəm. Və üstündən 2 gün sonra kimsə orada yazır ki, adresinizi göndərin, mən sizə bunu göndərim. Və
Bu Papa John'sdan 2 dənə pizza həmin dövrə görə hardasa 30-40 dollar civarında olur 2 pizzanın dəyəri. Buna qapı döyülür, doğrudan da onlayn formada gətirib bunu gətirirlər. Bu da əvəzində həmin istifadəçiyə 10.000 bitcoin göndərir. Və bu ümumiyyətlə kriptovalyuta cəmiyyətində hər il may ayının 22-si bu Bitcoin Pizza Day deyirlər bunu. Hətta biz 2018-ci ildə may ayında bunu keçirmişdik Bakı Biznes Mərkəzində. Həmin dövrdə ümumiyyətlə kriptovalyuta ilə maraqlanan, bu cəmiyə ilə belə deyək də olan insanları yığıb bir araya. Hətta Papa John's da həmin dövrün biz sponsorumuz idi. Onlar gətirdilər bizə pizza təqdim elədilər. Biz də pizza yeyə bu həm kriptovalyuta sektorunu müzakirə etdik, həm də bu pizza day müzakirə eləmişdik. Yəni belə bir faktlar olur. İndiki həmin dövrdən də həmin şəxs həm hər ildə 22 mayda uşaqlarını yığır, 2 dənə pizzanı qoyur və deyir ki, vaxt var idi mən 2010-cu ildə milyonlarla dollar pul ödəmişəm bu pizzaya görə. Həmin dövrə görə bunun qiyməti hardasa 30-40 dollar idi. İndi təsəvvür edin 10.000 bitcoin, 1 bitcoin 68.000 dollardan hansı qiymətə gəlib çıxdı. Bəli, hər hansı bir kod indiki dövrdə insanların ona hər hansı bir inamı ilə formalaşmış bir artıq belə gələneksəkdir. Gəldi artıq bu dövrə çatdı ki, biz maksimum bir neçə ay bundan qabaq bir bitcoinin qiymətinin 126.000 dollara qədər qalxdığını gördük. Hətta bəzi spektiklər deyirlər ki, məsələn, belə deyək də, burada spektik görüş oydu ki, qızıl daha yaxşıdır. Hətta bitcoin rəqəmsal qızıl kimi bir status götürmüşdü üzərinə. Bəli. Bir qızılın qiyməti belə keçdi. Təsəvvür edin, 1 kilo, yəni 1 unsiya da yox, yəni 1 kilo qızılın belə deyək, dəyərini keçməyə bax. Bu artıq nəyin göstəricisidir? Yəni bir qrup universitet, bir qrup belə deyək də buna inananlar həqiqətən də bunun dəyərinin daha çox gələcəkdə qalxmasına inanırlar və mən inanıram ki, biz yenidən daha baha qiymətdə görəcəyik. Amma görürsünüz, mən nəyə biraz ehtiyat edirəm, öz tərəfindən düşünürəm. Sabitlik sanki burada olmur da. İnsanlar bazar qərar verir, qalxır, düşür, oynayır. Validation, səhv etmirəmsə burada Azərbaycanca necə deyilir? Validasiya deyilir. Volatillik. Qiymətlərin volatilliyi, yəni qiymətlərin dəyişməsi. Oynaması. Bu bazar təyin edir, düzdürmü? Bəli, ümumiyyətlə təkcə bitcoin deyil. Bu riskli deyil. Yəni bir gecə yatıram, səhər duraram ki, bazar düşünüb olacaq 5 olmalı. Bəli. Burada o risk həmişə var. Yəni əgər onu necə hiss edirlər? Hiss eləmək olur onun üzərində, yəni ki, bu proseslərin içində olduqca. Deməli, ilk öncə onu deyim ki, bu bitcoin yarandığından sonra artıq təkcə bitcoin yox, altcoinlər deyilən ikinci belə deyək də dalğa kriptovalyuta mövsümü başladı və ilk öncə qeyd edirəm ki, indi hazırda artıq 50.000-dən çox rəqəmsal valyutaların növləri var və çox təəssüf ki, onların da 95%-dən hələ biraz da artığı sadəcə spekulativ məqsədi ilə yaradılıb, sadəcə pul qazanmaq üçün yaradılıb ki, insanların, bəzi investorların əllərindən pulları yığsınlar və Tülpan effekti də xatırlayıram, belə bir case olmuşdu. Tülpan effekti zamanında. Bəli. Yəni o indi də var, hələ gələcəkdə də olacaq, fərqli sektorlarda olacaq. Yəni bu təkcə kriptovalyuta sektoru, digər sektorlarda var. Yəni bunun maliyyə piramidası deyirlər. Yəni bu rəqəmsal valyutaların 95% bu məqsədlə yaradılır, bu məqsədlə istifadə olunur. Məsələ ondadır ki, müəyyən biliklərə sahib olmaqla siz artıq buradakı fərqləri görməyə çalışmalısınız, başa düşməlisiniz ki, burada fərqlər nədədir? Məsələn, Bitcoin-dən sonra yaranan Ethereum-da artıq təkcə maliyyə aktivi kimi deyil, onun üzərində artıq bir ekosistem formalaşır. Yəni, Ethereum platforması üzərindən həm kriptovalyutanın özünü yaratmaq olur, NFT yaratmaq olur, oyun şəbəkələrində istifadə olunur. Yəni, rəqəmsal aktiv təkcə ödəniş vasitəsi kimi deyil də, bir ekosistem kimi də istifadə olunur. Yəni, onun blockchaini artıq imkan verir ki, digər, belə deyək də, maliyyədən kənar digər, belə deyək də, sahələrdə də istifadə olunsun. Təbii ki, burada risklər var, siz itirə bilərsiniz, amma ən yaxşı investorlar burada uzun müddətli investorlardır. Yəni, siz borc kapitalla deyil də, uzun müddətli siz əgər investisiya eləsəz, burada qazanmaq imkanınız belə deyək də, daha çox olacaq və statistikadan göstərir ki, burada ən yaxşı qazananlar ancaq uzun müddətli investorlardır. Bəs, deməli, Elnur bəy, bir sual da var burada, mənə də maraqlı gəldi. Deməli, bildiriblər ki,
görəsən deyir, bugün biz bildik ki, yalnız investisiya kimi də ucuz alıb bahaya satmaq vasitəsi kimi daha çox aktualdır da bugün üçün və ümumiyyətlə Bitcoin böyük məbləğlərdən danışılır da. Yəni bir Bitcoin çox böyük məbləğdir. Amma elə bir səviyyə gələcək ki, bu bizim elə kiçik məbləğlə də marketə girib alış-veriş etmək üçün istifadə etdiyimiz pula çevriləcək. Deməli, sizə bir məlumatı deyim ki, artıq 3 ildir El Salvador ölkəsi, biz hətta buna qədər bəlkə də xəritədə bu ölkənin harda olduğunu belə bilmirdik. Ölkədə rəsmən Bitcoin ödəniş vasitəsi kimi qəbul elədi. Bayaq qeyd etdiyimiz kimi, bu ölkədə Bitcoinlə gedib siz artıq çörək ala bilərsiniz. Gedib marketdə ödəniş edə bilərsiniz. Rəsmən ölkədə ödəniş vasitəsidir. Hətta beynəlxalq... Deyirsən, terminallar da qoyulur, səhv etmirəmsə. Bəli. Hətta orada tətbiqi başlayanda hər bir vətəndaşa 30-40 dollarlıq deyəsən təqribən bu qədərdə pulsuz bitcoinlər paylandı. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı bunlar etiraz elədilər ki, belə volatil aktivi ölkədə maliyyə kimi statusu verməyimiz düzgün deyil. Amma buna baxmayaraq El Salvador buna getdi. Çox böyük risk idi. Amma təsəvvür edin ki, həm ölkənin ehtiyat valyutası kimi başladılar almağa, həm də ölkəyə, belə deyək də, əlavə bir turizm kimi də bir ölkəyə bir cəzb olunması oldu. Hətta dünyanın ən məşhur milyarderləri, hansılar ki, loyal münasibəti ilə tanınır rəqəmsal valyutaları öz şəxsi təyyarələrində gəlib bu ölkəyə getdilər. Dünyada tanınmış bir, belə deyək də, bu sahədən camiyyənin insanları bu ölkənin harda olduğunu bildilər. Belə bir ölkənin ilk dəfə belə deyək də, tətbiqi ilə maraqlanır. Hətta oranın baş naziri bir dəfə çıxın dedi ki, turizm sektorumuz 70% artdı. Çünki biz rəqəmsal valyutalar üzrə ilk ölkə olduq ki, tam olaraq bunu qəbul eləmişdik. Mən hətta bir maraqlı məlumat da deyim sizə. Mən özüm şəxsən ilk dəfə özümə Bitcoin alarkən mənim üçün bir böyük göstərici... Aranızda Bitcoininiz var, Emir bəy. Bəli, 2017-ci ildə ilk Bitcoin özümə alanda mənim üçün əsas göstərici bilirsiniz nə idi? 2017-ci ilin aprel ayının 1-də Yaponiyada müəyyən bir dövrdə Bitcoin ödəniş vasitəsi kimi qəbul olundu. Bu artıq mən də başa düşdüm ki, artıq Yaponiya kimi ölkə dünya iqtisadiyyatında belə deyək də 10 ili qabaqlayan bir ölkə olaraq bunu əgər qəbul edirlərsə, artıq bunu nəinki spekulativ alıb satmaq, hətta uzun müddətli investisiya kimi baxmaq lazımdır. Mən artıq ondan sonra başa düşdüm və belə deyək, özüm üçün qərar qəbul etdim ki, bunu artıq mən uzun müddətli saxlamaq üçün alsam daha yaxşı olar. Mənə qəribə baxırdılar ki, Spektiv Apar klubu müəyyən məbləğdə idi, 2700 dollar idi onda mən ilk dəfə alanda. Spektiv yanaşırdılar ki, o boyda pul apardın, sən Bitcoin'ə verdin, bu sabahları adi koddur. Həqiqətən də təsəvvür edin ki, görün ortada artıq bir 9 il keçib, 2017-ci ilin arasında çox böyük fərqlər var. Onda almaq da elə də rahat deyildi. Bir neçə prosedurlardan keçmək lazım idi. İndi daha rahatdır. İndi bəzi ölkələr daha layaldır. Qonşu ölkələrimiz, məsələn, Gürcüstanda, Ukraynada artıq belə deyək də, xüsusi bankomatlar var ki, kripto bankomatlar siz gedib həm kripto ala da bilərsiniz, oradan sata da bilərsiniz. Qonşu Türkiyədə də orada xüsusi yerlər, Dubayda, hətta Dubayda nəğdsiz ödənişlər sisteminə keçirlər ki, artıq 2026-cı ilin yanvar ayından bütün sistemlər nəğdsizə keçir və orada da əsas ödəniş sistemində kriptovalyutalardır. Siz orada gedib... Birisi mənə maraqlıdır, Elnur bəy. Bitcoin'un xırdası var, yəni ki, xırdalamaq olur bunu. Misal üçün, bir Bitcoin çox bahadır. Bəli, müəyyən artıq neçə illərdir insanlarda müəyyən bir yanaşma var ki, bir Bitcoin artıq da 100 min keçib, 80 min keçib. Mən dedim, mütləq mi bir Bitcoin almayam, amma nəzərə almaq lazım ki, bunu yaratsa artıq bunun bir ildir vaxtında ki, bunu gələcəkdə yüksək qiymət olacaq. Bunun satoshiləri budur, bunun qəpiklərini. Yəni, bir Bitcoin 100 milyon satoshiyə bərabərdir. Necə ki, 1 manat 100 qəpikdir, bir Bitcoin də 100 milyon satoshidir, 100 milyon qəpik hissəciklərdir. Yəni, siz gedib 10 dollarlı Bitcoin ala bilərsiniz, 50 dollar da ala bilərsiniz, 100 dollar da ala bilərsiniz. Yəni, bu artıq, yəni, siz onu zaten hər hansı bir birjadan və yaxud da ki, onlayn sistemlərdən alarkən... Məsəl üçün, satoshilərlə başlamaq olar ki, az-az alıb, yığıb bir, misal üçün, Bitcoin etmək olar. Bəli, əlbəttə, yəni siz... Bitcoin ala bilərik. Bəli, hər ay müəyyən vəsait ayırır, 50 dollar, 100 dollarlıq siz Bitcoin da ala bilərsiniz, Ethereum da ala bilərsiniz, fərq yoxdur, istənilən rəqəmsal valyutanın istənilən növünü, hissəciklərini ala bilərsiniz.
Yəni hamısında bu format mövcuddur. Yəni hətta yəni Bitcoin özündə sayı ümumi 21 milyondur, amma onun özünün bir ədədi 100 milyon satoshidir. Yəni ki, siz gedib rahatlıqla onun tam olaraq yox da müəyyən hissəsində məsələn 0.05 Bitcoin ala bilərsiniz. Artıq bunun məbləği başqadır. Təbii 0.1 ala bilərsiniz. Hansı ki, məsələn 0.1 hardasa 6700 dollar edir. Yəni bu formada da 0.1 satoshi, yəni ki, neçə dollar dediniz? 6000 dollar, eşidə bilmədim, üzr istəyirəm. Bəli, 0.1 Bitcoin, yəni artıq 6700 dollar edir. Artıq bir Bitcoin 67.000-dirsə hazırda 0.1-i də ala bilərsiniz. Siz 0.5. Yəni başlayanlar üçün yaxşı təklifdir. Bəli, yəni burada yəni əsas məsələ nədir? Siz ilk dəfə artıq bunu almaq, satmaq mexanizmi öyrənirsiniz və bunun istifadə, yenə deyirəm, burada kriptoda 3 cür qazanmaq variantı var. 3 cür siz burada pul qazana bilərsiniz. Birincisi, alırsınız, saxlayırsınız, bahalaşanda satırsınız. İkincisi, siz tradinglə məşğul ola bilərsiniz. Necə ki, ənənəvi səhəm, istiqraz kimi belə deyək də, qiymətli metalları siz birjalarda alıb satırsınız. Burada da. Amma bunun üçün müəyyən biliklər lazımdır. Çox risklidir. Gündəlik, aylıq, həftəlik, saatlıq siz burada trading edib pul qazana bilərsiniz. Amma bunun üçün yenə deyirəm, xüsusi biliklər lazımdır. Çox risklidir, amma paraleldə çox gəlirlidir. Üçüncü də mining deyirlər buna, kriptoların əldə olunması prosesi. Misal üçün, nümunə olaraq da, ya siz misal üçün çörəyi gedib marketdən alıb yeməlisiniz və yaxud da ki, çörəyi evdə özünüz bişirməlisiniz. Amma evdə bişirmək siz bunu bişirmək qaydasını və yaxud da ki, müəyyən ingredientləri almalısınız ki, bunu biləsiniz. Mining prosesi də belədir. Bunun üçün xüsusi hesablama avadanlıqları lazımdır. Elektrik enerjisi və soyutma sistemi olmalıdır ki, bu daha sərfəli eləsin. Yəni, bu da üçüncü növ, belə deyək də, kriptovalyutanın əldə olunması. Elə çıxır ki, biz özümüzə Bitcoin yarada bilərik almaq əvəzinə. Yox, siz özünüz yenisini yaratmışsınız, sadəcə Bitcoinin yaradılmasında iştirak edə bilərsiniz. Müəyyən bir qurumlar, müəyyən bir şirkətlər var ki, bununla məşğul olurlar. Siz sadəcə öz kompüterinizdən, hesablayıcı avadanlığınızdan o xüsusi pullar deyirlər ona, ora qoşulub miningdə iştirak edə bilərsiniz. Bu elə bir ki, müəyyən bir kod, riyazi hesablama kodunun tapılması prosesi deyək də, müəyyən bir hərf və rəqəmlərdən ibarət bir koddur. Bunu kim tez tapırsa, o kod üzərində də blokda sizə müəyyən bitcoinlər hədiyyə verilir ki, sistemdə bu işləsin. Yəni, blockchain sisteminin... Yəni, burada insan faktoru yoxdur. Mən eşitdiyim qədər Satoshi səhv etmirəmsə də yaradıcısı, düzdürmü? O, müəllif hüququ kimdir bəs Bitcoin? O da yoxa çıxıb deyil. Yəni ki, o insan kimi deyəsən bugün yoxdur. Bəs müəllif hüququ Bitcoin'ın kimdəsə var? Xeyr, burada, yəni, bayaq dediyim kimi, blockchain texnologiyası elə bir sistemdir ki, burada müəllif hüququ anlayışı məsələsi yoxdur. Sadəcə sistemi yaradılıb. Hətta görürsünüz ki, Satoshi Nakamoto adlı bir şəxsin olması belə hətta şübhə bilinir. Yəni, görürsünüz, bu adam indiyə kimi yoxdur. Bir dəfə də olsun müsahibə verməyib, investisiya yatırmayıb, heç kimin buna dəvət eləməyib ki, gəlin Bitcoin alın. Sadəcə bir blockchain sistemi yaradıb, sistemi buraxıb və yoxa çıxıb. Adam yoxdur. Yəni, bilinmir ki, həqiqətən bu bir nəfərdir və yaxud da bir qrup şəxsdir, bunlar alimlərdir, xüsusi xidmət orqanlarıdır. Müxtəlif versiyalarda. Mən deyərdim ki, 20-ci əsrdən böyük sirlərdən biri olacaq ki, bunu kim yaradır? Bu sistem necə yaranıb? Yəni, bu 2009-cu il, düz deyil, 2009-cu il, 2008-ci ilə kimi artıq müəyyən konsepsiyaları var idi. Amma real olaraq işə düşməsi Bitcoin-la gördük və biz bir dənə bilirik ki, bunun ilk yaradıcısının özünün hesabında, onlayn cüzdanda 1 milyondan çox Bitcoin var. Hazırda ən varlı insanlardan biri hesab olunur ki, elektron cüzdandan 2010-cu ildən indiyə qədər, son 16 ildə bu cüzdandan tərpəniş olmuyor. Yəni, Bitcoin-ı necə ki, biz ilk də qeyd etdim ki, blockchain-in ən böyük, 3 böyük əsas xüsusiyyətindən biri ki, asan audit oluna bilir. Biz istənilən halda girib o hesaba, yəni hesabın kim olduğunu bilməsək də, amma o hesabda nə qədər Bitcoin var, o Bitcoinlərin hərəkətini izləyə bilirik. Hətta müəyyən platformalar var ki, biz girib orada ən çox Bitcoin olan hesablara girib baxa bilirik. O hesabda nə qədər Bitcoin var. Amma adı soyadı bilinmir heç kim. Bir dənə adı soyadı bilinmir. Müəyyən miflər də var ki, Bitcoin ilk yaradılan dövrlərdə bu anonimliklə bağlı müəyyən məşhurlaşma oldu ki, anonimdir. Amma sizə onu deyim ki,
hətta fiat valyutalarda anonimlik daha çox qorunur, nəinki rəqəmsal valyutalarda. Bunu hamı əksində edir və çeşitli pulun yuyulması çox istifadə olunur və yaxud da müəyyən terroristlər qrupları istifadə olunur. Amma sizə deyim ki, bu böyük bir mifdir. Terroristin nəyinə lazımdır? Onlayn formada nəsə istifadə etsin. Hətta onlar adi telefon danışanda çıxanda belə xüsusi Sputnikdən onları izləyə bilib, onları tapa bilirlər. O ki, qaldı ki, onlar durub rəqəmsal valyutalardan istifadə eləsinlər. Çünki rəqəmsal valyutalar internetsiz ümumiyyətlə istifadə eləmək mümkün deyil. İndiki halda blockchain həm də rəqəmsal iz buraxır. Xüsusi xidmət orqanları istənilən halda, yəni 99% hallarda həmin sahibinin gedib tapmaq imkanları artıq belə deyək də çox genişdir. Yəni siz rəqəmsal valyuta sahibi olub deyə bilməzsiniz ki, mən tam anoniməm. Nəzərə alaq ki, hətta son 2021-ci ildən başlayaraq rəqəmsal valyutalarla bağlı birjalarda da KYC standartları tətbiq olunur. Yəni siz birjadan keçərkən mütləq şəkildə verifikasiya olunmalısınız, biometrik. Nəinki şəxsiyyət vəsiqəsi pasportunuzu yüklüsünüz, hətta biometrik verifikasiyadan keçməlisiniz. Yəni artıq kimsə yerinə artıq sənədi yükləyə bilməz, yükləsə də bu artıq keçməyəcək sistemdə. Və sizin qeyri-qanuni qazandığınız tutaq ki, Bitcoin-lərdirsə, hər hansı bir birjaya daxil olan kimi avtomatik orada anonimlik itir. Bir mənalı getir. Yəni siz heç bir halda burada belə deyək də tam anonim olmaqla bağlı heç kim artıq burada sığortalanmıyor. Elə burada da bir sual vardı ki, artıq onu siz səsləndirdiniz. Təşəkkür edirəm. Bu da o ilə bağlı idi ki, yəni burada istənilən bir iş, qaranlıq işlər görülürsə, orada bir növ barmaq izi qalırmış kimi olur və onu mümkün deyil ki, çünki bütün dəyişikliklər açıqdadır. Gizlin heç bir şey yoxdur və hər kəs bunu görə bilər. Bizcə lazımdır ki, xüsusi xidmət orqanları və yaxud da ki, kimsə siz əgər hansı bir belə deyək də kod hesabı olunan bir hesabı tapasınız, o kodun hesabından hərəkətləri görəcəksiniz. Sonunda gecində bu belə deyək əməliyyatlar gedib hər hansı bir birjada, hər hansı bir maliyyə sistemindən artıq məxaric olunacaq. Yəni o orada gedib artıq orada anonimliyi itirəcək. Yəni xüsusi xidmət orqanları və yaxud da olarsız da sadəcə Bitcoin-un hər hansı bir həmin cüzdanı izləsəz, o cüzdan hara getdi, məbləğlər hara getdi, hamısı izlənilir. Tam şəffaf formada izlənilir. Yəni bunu artıq gizlətmək mümkün deyil. Ona görə də mif yaranır ki, bu anonimdir, anonim transaksiyada istifadə olunur. Bəli, müəyyən insanlar, belə deyək də, background olmayan insanlar bunun sonuna kimi izləyə bilməsələr də, amma xüsusi xidmət orqanları var ki, müəyyən alqoritmlərdən istifadə edib, bunu tam olaraq izləyib və bunun sahibinə çıxa bilirlər və belə faktlarda az deyil. Bəs hacker hücumu var blockchain-ə? Ehtimalı var hacker hücumu? Bəli, əlbəttə. Biz ümumiyyətlə bunu ən çox nədə görürük? Bu iri rəqəmsal valyutalarla bağlı ticarət platformalarında görürük ki, hansı ki, hakerləri maraqlandıran nədir? Hansı bir belə deyək də, necə ki, oğrular evə girəndə qabaqcadan müəyyən edirlər ki, bu evdə pul var yoxsa yoxdur. Bu evdə seyf var yoxsa yoxdur və bunu aça biləcək, oğruya biləcəkmi? Daha öncə dediniz ki, burada sayılar görsənir də kimdə daha çox var Bitcoin açıq. Bəli. Hakerlər də ən çox belə deyək də, onların kiber hücumların məruz qaldığı əsas platformalarda rəqəmsal ticarət platformalarıdır ki, orada müəyyən insanlar pullarını saxlayırlar və ondan da heç kim sığortalanmayıb ki, sabahları o belə deyək də, həmin müəyyən boşluqlar tapırlar və boşluqdan istifadə edərək rəqəmsal valyutaları oradan çıxardırlar. Və bununla da həmin o şirkətlər, birjalar iflas olunur. Və biz bunu neçə dəfə gördük ki, hətta bu ümumiyyətlə kriptovalyuta sektorunda qiymətlərin düşməsə təsir edir. Böyük birjaların, məsələn, FTX birjasının böyük 2 il bundan qabaq böyük bir belə bir oğurluq hadisəsi baş vermişdi. 500 milyondan çox belə deyək də böyük orada oğurluq hadisəsi baş vermişdi. Bu da təbii olaraq psixoloji olaraq təsir edir. Bu birjanın belə deyək də təhlükəsizliyi ilə bağlı problemi ilə bağlıdır. Yəni onlar müəyyən hansısa formada hakerlər buna nail olub orada məbləğləri çıxarda bilirlər. Bəli, sonradan da məlum olur ki, bunu kimlər çıxardır, hansı formada edilir, amma sadə vətəndaşlar buradan vəsiyyətləri itirəndə bu da onların məyusluq doğurur, belə deyək də. Yəni çünki burada cavabdeh şəxs yoxdur. Çünki pulu çıxardıb oğruyla müəyyən istintaq, müəyyən zaman ala bilər bunların tapılması və aşkar olunması. Və yaxud bildirdiniz ki, çox maraqlı analogiya idi ki, yəni bu bir avtomobil yol hərəkətinə bənzəyir və burada tənzimləri getdikcə inkişaf edir və ildən ilə daha da misal üçün təhlükəsiz hala alır. Bəs bu məsələ hakerlə bağlı da bir irəliləyiş, gələcək kimi ümid verici araşdırmalar olub həyata keçirilirmi?
Birinci nüans nə deyim? Hazırda bir çox birjaların özündə hakerlər üçün müəyyən bir motivasiya deyək də buna bir elanlar olur ki, birjalar özləri təklif edirlər ki, mənim sistemimi yara bilən hakerə mən özüm buna mükafat verirəm. Bu mükafat bəli, mükafat məsələn Binance birjası var, böyük birjalar mükafat verirlər ki, mənim sistemimdə boşluq tapan istənilən hakerə mən hansısa məbləğdə mükafat verirəm. İkinci tərəfi, birjaların bir çoxunda da artıq müəyyən bu haker hücumu ilə bağlı riskləri qarşısını almaq üçün müəyyən fond yaradırlar. Buna müəyyən müddətdə ehtiyatlar deyək də. Çünki qazancının müəyyən hissəsini bu ehtiyatlara yönəldirlər ki, biz gələcəkdə hər hansı bir belə deyək də haker hücumu olarsa, oradan itkiləri kompensasiya eləmək üçün müəyyən bir fond olsun. Binance birjasında belə bir fondlar var. Maraqlı. Üçüncü tərəf bu artıq dövlət tənzimləməsi, dövlət orqanları ki, hansı ki müəyyən belə deyək də çeşitli pulun yuyulması və belə də terrorizmin dəstəklənməsindən bağlı hər hansı bir məlumat və yaxud da ki, özün təsdiqlənəndən sonra bu müəyyən birjalara ötürülür və oradakı məlumatlar geri alınır. Yəni, artıq birjalar da müəyyən dövlət orqanlarına əməkdaşlıq edirlər. Çünki bir çox hallarda əməkdaşlıq etməyən birjaları ölkədən olan istifadəçidən ban qoyulur. Yəni, onlar artıq ölkədə fəaliyyətini göstərmirlər. Ona görə də onlar da məcbur olurlar ki, bu formada məhdudiyyətlərdən çıxmaq üçün, bunlardan belə deyilir, yan keçmək üçün dövlət orqanlarına əməkdaşlığa keçirlər. Yəni, istənilən məlumat və yaxud da ki, hər hansı bir şəxsinin bağlı, əgər orada qeydiyyatdan keçibsə, onun məlumatları tam olaraq ötürülür. Və getdikcə də bəli, hər bir platforma, hər bir dövlət orqanı özlərinin belə deyək də, bu sahədə olan kadrlarını yetişdirirlər. Bu sahədə də belə deyək də, zaman getdikcə bu cür halların qarşısına alınması da belə deyək də, formatı genişlənir. Necə ki, əvvəllər yazıda gəlir bu virus və antivirus proqramlar gedir. Nə qədər viruslar yaranırsa, onun da antivirusları çıxırdı. İndi də belə, əgər haker hücumlarının artıq standartları, haker hücumlarının artıq belə istiqamətləri bilinirdisə, artıq ona qarşı tədbirlər də başlayır genişlənməyə. Çox maraqlı gedirik Elnur bəy. İndi bizim bir maraqlı hissəmiz də var, Web3. Bu bir təkamül yoludur da, yəni ki, internet təkamülüdür, Web3. Bu günün müdür, gələcəyin müdür? İndi mən sizdən eşitmək istəyirəm izləyicilərimizə qulaq asın ki, Web3 nədir və onun təkamülünü deyərdiniz bizə, birdən, ikidən fərqi. Deməli, bəli, maraqlı mövzudur. Bəli, bir çox hallarda Web3 deyəndə hamı deyir, nəsə xüsusi bir çətin termindir, amma əslində belə deyil. Web3 deyəndə Web3 adından görsənir ki, biz gərək birinci bilək ki, Web1 nədir, Web2 nədir və Web3 hardan gəldi çıxdı. Deməli, web anlayışı, maksimum sadə dildə izah edeyim. Bu Web1 sadəcə oxu dövrüdür, internetin ilkin mərhələsi. Bu dövr başlayır 1990-cı il və 2005-ci illərdə. Təsəvvür edin, təzə internetin yaradılan dövrüdür. Burada ancaq saytlar kitab kimidir, yalnız oxunurdu. Şərh yazmaq, paylaşmaq, profil atmaq məsələsi yox idi. Sadəcə biz məlumat da kifayət qədər də az idi. Yəni belə statistik bir məlumatları biz sadəcə açırdıq. Müəyyən məlumatlar İnternetin daş dövrü kimi. Bəli. Bu ancaq belə deyək də sənin burada heç bir iştirakın yox idi. Artıq Web2 dövrü başlayır 2005-ci ildən indiki dövrə qədər artıq son 20 ildə artıq biz Web2 formatındayıq. Bu artıq sosial şəbəkələr yarandı, insanlar kontent yaratmağa başladılar, like, follow, share anlayışları ortaya çıxdı. Facebook, Instagram belə deyək də şəbəkələri ortaya qoydu və artıq siz istifadəçi deyil, həm də istehsalçısınız. Amma burada bir məqam var. Sənin məlumatların və izləyicilərin platformaya məxsusdur. Yəni, bu məlumatlar tək sənin deyil. Məsələn, Meta şirkəti artıq Instagram və Facebook şirkətini alır və oradakı məlumatlar hamısı ona məxsusdur. Yəni, orada Meta şirkəti bağlansa və ya da ki, o istəsə, sizi blok edə bilər, məlumatlar itə bilər və belə deyək də, model belədir ki, xidmət pulsuzdur, amma sən və məlumatların sən orada məhsul kimi çıxış edirsən. Təbii ki, artıq
bu dövrdə bizneslərdə inkişaf elədi, fikir versəz ki, siz nədənsə danışanda, məsələn, tutaq ki, müasir dövrdə bir televizor almaq istəyirsiniz, o barədə bir məlumat olan kimi artıq sizin qabağınıza televizorla bağlı algoritmlər ona uyğundur. Bəli. Məlumatları müəyyən bir datanı istifadə edib, biznes məqsədlərindən istifadə edib. Yəni, mən təhlükəsizliklə bağlı məqamları qeyd eləmirəm, o ayrı bir mövzudur. Bəli. Üçüncü dövr artıq gəlir Web 3 dövrü, yəni çox danışılırlar, məsələn, blockchain texnologiyasından paralel gəlir və bu, belə deyək də, Web 3 dövrü artıq blockchain üzərində qurulur. Web 3 ideyası, yəni blockchain texnologiya üzərində qurulub və burada əsas fərq budur ki, profil artıq tutaq ki, yəni profil sizin özünüzə məxsusdur, rəqəmsal aktivlər sənə məxsusdur o üzrə. Məsələn, giriş üçün email yox, artıq kripto cüzdanlar istifadə edilə bilər. Platforma yox olsa belə aktiv sizdə qalır. Yəni, məsələn, sosial şəbəkədə paylaşım edirsiniz və token qazana bilərsiniz bununla. Artıq siz burada... Token nədir Elnur bəy? Çox eşidirik token haqqında. Token haqqında çox eşidirik. Token nədir? Token, gəlin belə deyib, tokenin bir neçə tərifi var, amma mən sizə ən məşhur deyim. Token rəqəmsal bir səhm deyək. İki cür tokenlər var. Bunu siz, belə deyək də, mərkəzləşdirilmiş formada çıxarılan tokenlər var. Yəni, siz tokenləri, hətta bir şirkət fikirləşin, bir kənd təsərrüfatla məşğul olan, bir heyvandarlıqla məşğul olan bir, belə deyək, bir şirkətdir. Bu şirkətin 1000 dənə tutaq ki, mal-qarası var, inəyi var, misal üçün. Bu, hər birinin bir tokenə bərabərdir və qiymətini qoyur $1000. Və bunu tokenləşdirir. Deyir ki, mənim əgər 1000 dənə tutaq ki, inəyim varsa, bunun hər biri bir tokenə bərabərdir və bir tokenlə qiyməti $1000 bərabərdir. Və mən bu vaxt çıxardıram satışa və bundan istiqraz kimi, səhm kimi pul yığıram bunu tokenə alandan. Amma şirkət olaraq cavabdayım ki, sabahları o tokeni mənə qaytaranda mən sizə bunu $1000 və yaxud da ki, əvəzinə fiziki olaraq inəyi verə biləcəm. Burada indi mən ümumiyyətlə bu real sektor tətbiq olunub, yəni Niderlandda, tutaq ki, İsveçrədə də belə bir yaranıbdır. Təcrübə var. Təsərrüfat istiqamətində belə açıb və hər birini buna bərabərləşdirib. Bu şərti olaraq qiymətləndirilir. Və o halda artıq biznesin tokenləşdirilməsi, tokenizasiya deyirlər. Siz artıq rəqəmsal formada artıq girirsiniz, onlayn platformada elan edirsiniz ki, mən artıq şirkətimi, belə deyək də, tokenləşdirirəm, kim istəsə iştirak edə bilər, bu qədər gəlir verirəm. Yəni, bu rəqəmsal səhm kimi bir baxmaq olar ki, siz... Amma bunun üçün, məsələn, token yaratmaq üçün blockchain texnologiyasına iştirak ehtiyac yoxdur. Yəni, onun üçün ayrıca yaratmaya da bilərsiniz. Amma elə olur ki, siz buna iki tərəfli, yəni həm kombinə olunmuş, həm açıq, həm də ki, belə deyək də, qapalı formada da edə bilərsiniz. Ona görə də token formatı belədir. Yəni, siz tokenlərdən elektron, hətta mən sizə deyim ki, daha populyar olsun, bu məşhur futbol klubları var, məsələn, Galatasaray, Juventus, Real Madrid, onların hər birinin özlərinin tokenləri var. Əgər həmin klublar oyunda qazananda tokenlərin qiymətdə qalır. Amma indi sahibinə nə verir? Bəzi hallarda bu token sahiblərinə kosmetik qərarların verilməsində, məsələn, stadionun musiqisinin hansı olsun, məsələn, hər bir klubun özünün rəsmi dükanları olur da, orada hansı hədiyyələr olsun, belə deyək, kosmetik kosmetik qərarların verilməsində həmin token sahibləri iştirak edirlər və səs çoxluğuna onlar qərar verirlər ki, tutaq ki, C'nin forması bu rəngdə olsun. Maraqlı. Daha çox token olanlar burada qərar vermə sahibi olar. Yəni ki, bu onlara həmçinin də o tokenləri siz birjada sata bilərsiniz. Klub statistika üzrə xalq qazanırsa, irəliləyirsə, burada tokenin qiyməti müəyyən qazanır. Yəni siz həm tokeni saxlamaqla klubun fəaliyyətində iştirak edirsiniz, həm də burada spekulativ iştirak edib burada pul da qazana bilərsiniz. Bu artıq sizin belə deyək də fəlsəfənizdə. Çox maraqlı yeniliklərdir, maliyyə. Pulun bildiyiniz, yəni yeni dövrünü yaşayır. Çox maraqlı yeniliklərdir. Bəs bayaq bildirdiniz sabah Meta və Google kimi platformalarda dediniz ki, yəni məlumatlar orada qalacaq və bəs belə deyək,
bu günlərim Google var. Mənim bütün məlumatım Google-da etibarlı yerdə qalıbdır. Web3-də mənim artıq öz şəxsi, belə deyək, data bazam olacaq və mən orada saxlayacağam. Heç kəsin asılı olmayacağam. Düz anlayıram, düzdürmü? Evet. Bu ödənişli olacaq, yoxsa bu ödənişli olacaq? Bilirsiniz, bu artıq bu formatın olması artıq belə deyək də, hələ ki bunlar konsepsiya üzərindədir. Real belə deyək də, tətbiq hələ ki yoxdur. Çünki bunun üzərində işləyirlər. Təbii ki, orada müəyyən komissiyalar olacaq, birbaşa ödənişli olmayacaq. Zaten siz orada özünüz platformada pul qazandıqca ora gələn məbləğlərdir, çıxan məbləğə görə komissiya, sistemə müəyyən komissiya ödənirsiniz. Necə ki, kripto birjaları var, birjalara mədaxildə də müəyyən komissiya var, məxaricdə də müəyyən komissiyalar var. Burada da bu platformada da düzü formada, hansısa formada sistemin işlək qalması üçün müəyyən komissiyalar ödəniləcək. Amma əsas məsələ nədir? Bu sizə məxsus olacaq. Bu psixoloji olaraq da, yəni siz bunu sahib olması üçün bu komissiyalar ödəmək üçün də sizin üçün belə deyək də böyük də əhəmiyyəti olmayacaq orada nə qədər. Yəni bilə ki, bu məlumatda sizin də üstəgəl oranda müəyyən qazana bilirsiniz. Təsəvvür edin ki, mən belə başa düşürəm ki, şifrə bayaq dediniz ki, şifrə hətta bizim öz şəxsi identitimiz olacaq, yəni bir növ vəsiqəmiz olacaq. Biz onu hətta belə bir söz gəzir ki, gələcəkdə şəxsiyyət vəsiqəsini, pasportunu əvəz edəcək həmin o Web3-dəki şifrəmiz, passwordumuz. Mən indi şifrəmi unudanda bir sorğu göndərirəm. Mənə misal üçün dəstək olur Google, misal üçün mənə dəstək olur ki, mən o şifrəni bərpa edəm. Bəs burada özümə yəni sorğu göndərə bilmədiyim halda mənə dəstəkçi ikinci tərəf kimi olacaq bəs? Yoxsa orada həmin məlumatlar avtomatik itəcək şifrəmi unutduğum halda? Deməli, ümumiyyətlə sizə bir nümunə deyəcəm artıq. Bir nümunə deyəcəm, bundan daha aydın olacaq. Adi rəqəmsal valyutalarla bağlı elektron cüzdan yaradanda, misal üçün deyirsə, yəni özüm istifadə etdiyim blockchain.info belə bir saytdır. Bu artıq elektron cüzdandır, müstəqil, mərkəziyyətsiz. Sadəcə burada sizə Gmail lazımdır ki, oradan qeyddən keçəsiniz və qeyddən keçəndə sizə müəyyən privat keylər verilir. Üstəgəl sizə əlavə 12 rəqəmli sözdən ibarət sizə təhlükəsizlik sözləri verilir ki, siz gələcəkdə ora parol itirsəz, bu 12 rəqəm, 12 sözdən ibarət parolu versəz, biz sizə yenidən bərpa eləyə bilərik hesabınızı. Çünki tutaq ki, siz Gmail-la qeyddə keçdiniz və Gmail-ın özü hak olundu və yaxud da ki, alındı. Siz o demək, siz parolu itirəcəksiniz. Xeyr. Siz 12 rəqəmli, 12 dənə sözdən ibarət, belə deyək də, o password-ü onlara təqdim eləsəz, siz yenidən bərpa eləyə bilərsiniz. Burada da eyni qaydada olacaq. Yəni, 2 qat, belə deyək də, yoxlama sistemi deyək də buna. Siz kod parolu yazırsınız, amma bundan əlavə də sizə başqa təhlükəsizlik qaydası da təqdim olunacaq ki, siz bunları itirsəz, İkinci tərəfdən siz bunu belə bərpa eləyə bilərsiniz. Hətta artıq ikincini itirsəz, onda artıq olmaq çətin olacaq ki, həqiqətən bu sizsiz yoxsa yox. Yəni rəqəmsal belə deyək də, valyutalar sistemində adi cüzdanlarda belə giriş belədir. Yəni sizə ikinci şans verilir. O demək deyil ki, burada açdınız, parol itirdi, yaddan çıxdı, getdi. Xeyr. İkinci şans verilir. İkinci şansa dediyim kimi müəyyən sayda sözlərdən ibarət bir kombinasiya olur. Onu sizə verirlər ki, siz əgər parolu itirərsinizsə, bunu verirsəz, biz sizə bunu təzədən sizin hesabınıza daxil olmağı deyə bilərik. Bu qaydada burada da eyni qaydada olacaq ki, yəni ikinci şans verilir təbii ki, 100%. Yəni burada ola bilməz ki, siz bir nəfəri bir parol itirdiniz, avtomatik bütün hamının əlindən geçsin. Amma burada da artıq məsuliyyəti bu hesab sahibi daşımalıdır ki, bunu yadda saxlamaq yox. Ümumiyyətlə tövsiyə edirəm ki, ümumiyyətlə parolları yazılı formada harasa yazın. Çünki insan yaddaşı elədir ki, bilirsiniz ki, məsələn, öz başıma gəlib ki, 10 ildən çox istifadə elədiyim Gmail parolunu yadımdan çıxartmışdım. Halbuki normalda artıq parolu yazmırıq, axırıncı kompüterdə avtomatik açılır, telefonda avtomatik açılır, iş yerində avtomatik açılır və müəyyən birdən-birə ölçü olmayanda siz gedib başqa bir üçüncü tərəfdən açanda bir də baxırsınız ki, 10 ildən çoxdur istifadə edirsiniz Gmail'ın parolu yadınızdan çıxır. Yəni bu insan xislətində olan bir şey ki, yaddaş platformunda itirə bilərsiniz. Ona görə yazmaq lazımdır ki, yəni risk olsa da çözüm də var və bizə ikinci şans verilir. Mən çünki xatırlayırdım, bilmirəm nedənsə elə xatırladım ki, ikinci şans verilmir və bu çox böyük risk idi mənim üçün. Mən çox gərgin beynimdə bir blok var idi ki, yəni mən özüm çünki itirən insanım, parollarım hər dəfə öz belə deyək, şifrəmi unuduram. Ona görə də mənim üçün artıq bir blok idi ki, burada yəni
bir itirdimsə, bütün data, məlumatlar hamısı gedəcəksə, kimə müraciət edim? Bəli, hətta belə bir prezidentlər də çox olub ki, elektron cüzdanın sahibləri heç ara yazmayıblar, sonradan vəfat ediblər, amma bunların yaxın ətrafları, qohumları, ailələri biliblər ki, bunun doğrudan da belə deyək də hesabında pulu var idi, amma bu adam heç arada bunu yazmayıb. Yazmayıbsa siz sadəcə onu sistemdə görürsünüz. Təsəvvür edin ki, belə deyək də sadəcə görürsünüz. Xəzər dənizinə gəlirsiniz, 50 qəpiyə atırsınız dənizin ortasına. O da gedir elə düşür, amma bilirsiniz ki, oradadır, amma onu gəlib oradan götürmək fiziki cəhddən artıq mümkün deyil. Burada da belə sistemdə görürsünüz, oradadır. Amma onu əliniz çatmır da, kod parol yoxdur ki, çünki blockchain mərkəziyyətsiz olduğuna görə o hardan bilsin ki, bu sizsiz və ya bu siz deyilsiniz. Ona görə də bəs vərəsəlik necə olur? Burada vərəsəlikdən danışsaq, payp ötürmədən danışsaq, sadəcə kodu və şifrəni demək kifayətdir, heç bir sənədləşməyə o zaman ehtiyacı yoxdur. Məsələn, mən kiməsə istəyirəmsə vəsiyyət edəm və yaxud da hədiyyə edəm, kodumu və şifrəmi və belə deyək, loginimi verməklə heç bir yoxlamaya ehtiyac olmurmu ki, doğrudan da, yəni bir müqavilə yoxdurmu ki, mən doğrudan da verirəm bunu, hədiyyə edirəm. Sadəcə varsa əgər o adam da onu istifadə edə bilir. Deməli, burada iki cür yanaşma var, iki cür belə də, burada o vərəsəlik məsələsi var. Birinci halda, siz əgər mərkəziyyətli, məsələn, birjalarda qeydiyyatdan keçmirsinizsə, orada əgər sizin adınıza verifikasiya olunmuş hesab varsa və hesabın sahibi rəhmətə gedibsə, onun vərəsələri iddia edə bilər. Mərkəzi, məsələn, Binance birjasında siz qeydiyyatdan keçmirsiniz, orada artıq siz belə deyək də, fiziki şəxs olaraq qeydiyyatdan varlığınızdır, sənədləriniz vurulub. Əgər sahibi rəhmətə gedirsə, onun vərəsəliyindən siz müraciət eləyib, oradan müəyyən vəsatı geri ala bilərsiniz. Hüquqi tərəfdən tənzimlənir. Amma mərkəziyyətsiz birjalarda bunu etmək qeyri-mümkündür. Siz mütləq şəkildə bunu harasa yazmalısınız. Əgər doğrudan bir məsələ də var ki, əgər sizi yazmısınızsa, kimsə bunu üçüncü səfərlə keçiribsə, sizin adınızdan götürə bilər. Bəli, o da var. Burada əsas sistem üçün insan faktoru vacib deyil. Sistem üçün əsas paroldur. Giriş parolunu yazdınızsa, bu sizindir. Parol kimdədirsə, aktiv onundur. Amma yenə deyirəm, birinci mərkəziyyətsizlərdə parol itirildiyi halda, əgər yazılmayıbsa, heç kimə ötürülməyibsə, verilməyibsə, bu tamamilə itirilmiş vəsait olur. Sistemdə var, amma siz ona müdaxilə edib onu götürə bilmirsiniz. İkinci halda mərkəziyyətli birjalarda isə bu tənzimləri təbii ki, əgər sahibi yoxdursa, onun vərəsəlik formatında sübut onlar, yəni hüquqi çərçivədə mövcud qaydalarla sübut onlarsa, o vəsait ona, onun vərəsələrini ötürülə bilir. Yəni bu, o demək deyil ki, kripto birjalarında sahibi rəhmətə getdirsə, olmadısa, bu itilmir, orada itmir. Ancaq mərkəziyyətsiz belə deyək də, onlarda itə bilər bu formada. Bəs dünyadan, təcrübədən danışdıq. Azərbaycanda reallıqdan danışsaq, siz çox uzun müddətdir ki, həm özünüz bir istifadəçi kimi, həm bir peşəkar ekspert kimi bu sahənin tam içindəsiniz və məncə hər iki tərəfdən baxsaq, tam səmimi şəkildə deyə bilərsiniz. Azərbaycanda vəziyyət necədir bu kripto ilə bağlı, blockchain ilə bağlı münasibət, təfəkkür, gələcəyimiz yaxındadırmı, yoxsa artıq gəlibmi, yanaşma? Qısa dildə desək, lakonik desək, Azərbaycanda hələ ki gözləmə mövqeyindəyik. Deməli, Azərbaycan 2017-ci ildən başlayaraq ümumiyyətlə bu sahədə tənzimləyici orqan olan Mərkəzi Bankdır. Mərkəzi Bank bu sahəni araşdırır və ümumiyyətlə bununla bağlı biz dekabr ayında artıq müəyyən bir qanunvericilik formatının draft versiyası təqdim olunmalı idi. Nəsə biraz gecikir. Biz müşahidə edirik ki, onlar həqiqətən də bu dəqiqə araşdırma edirlər, təcrübəsini öyrənirlər. Çünki kifayət qədər risklidir Mərkəzi Bankın mövqeyi tərəfindən. Ona görə də əsas məqsəd də burada istifadəçilərin maraqlarının qorunmasıdır. Amma sizə bir dənə maraqlı bir tendens deyim. Bu Rusiyanın Sberbankının rəhbəri var, German Gref. Onun bir qəşəng bundan bağlı bir replikası var idi. O deyirdi ki, bəli, kriptovalutalar çoxludur. Hamı deyir ki, spekulativdir, burada insanlar pul itirə bilərlər. Onda elə çıxır ki, deyir ki, gəlin onda kazinoları da bağlayaq. Yəni, insanlar kazinoya gedərkən hamı %99 bilir ki, orada pul itirməyə gedir. Amma rəsmən hər yerdə açıqdır, bütün ölkələrdə bu var. Kazinolara insanlar gedirlər, amma heç kim də demir ki... Seçim, azad seçim üzərindən. Bu riski istəyər gözə alır. Pul itirməyə gedirlər. Onda nə oldu? İnsanları, vətəndaşlar nəzərə alınmır. Və hətta ki, ikinci hal, ölkəmizdə Rusiyanın özünü deyir ki, burada
elə şirkətlərin səhmi var ki, onların volatilliyi kriptovalyutada betərdir. Yəni orada gedib siz orada şirkətin səhmini alarsınız, lap belə batırarsınız da. Heç kim buna heç nə demir. Amma kriptovalyutalar ancaq nədənsə bu spekulativ aktiv kimi tanınır və məndə nəzərə alır ki, Rusiya Mərkəzi Bankı ümumiyyətlə spektikdir bununla bağlı. Yəni nəzərə bu sektorlarda bu nəzərə alır ki, yəni əgər bunu belə fikirləşiriksə, gərək onda digər faktor nəzərə alır. Amma tənzimə mexanizmi hazırda o üzərində işləyirlər. Belə deyək, lap qısa formada deyim. Və yaxın zamanlarda gözləyirik ki, ümumiyyətlə bir status verilsin. Əgər hüquqi status verilsə, ümumiyyətlə bizim ölkəmizdə də hətta sizə deyim ki, yeni bir fəaliyyət sektoru açılacaq. Bu rəqəmsal aktivlərin ticarət olunduğu birjalardır, mübadilə servisləridir, fəaliyyətlər. Hətta bununla bağlı biz bankomatlar da, yəni insanlara maarifləndirdikcə, tənzim metodları artdıqca da insanlar buna qarşı belə deyək, layiq münasibətlərə gələcəklər. Yenə deyirəm, biz bunu qadağan, Azərbaycanda qısacası qadağan deyil. Amma oyun qaydaları da hələ dəqiq deyil də, yəni ki, bu oyun qaydaları müəyyən olunsun ki, bura korporativ şirkətlər gəlib hansı bir formada iş görə bilsinlər. Hətta müəyyən ölkələr, Özbəkistanda da var, bu dəqiqə Belarus özündə müəyyən kripto hublar yaradıblar. İnsanlar, şirkətlər gəlib orada qeyddən keçirlər və o fəaliyyət istiqamətində də, belə deyək də, dövlətin nəzarəti hələ ki formatında fəaliyyət göstərirlər. Ümid edirik ki, biz də bu ilin may ayına qədər də belə bir tənzim mexanizmini görə biləcəyik. Elnur bəy, mən sizə çox təşəkkür edirəm. Nə qədər məlumatlandım, nə qədər sualıma cavab tapdım və iştirakçılarımıza bildirmək istəyirəm ki, Asan İnnovasiya İnkişaf Mərkəzinin nəzdində blockchain mərkəzi var. Artıq neçə ildir fəaliyyət göstərir və Elnur müəllim bizim orada çox dəyərli təlimçimizdir. Bir çox maraqlı proqramlarla təlimlər keçirilir. Kimlər ki, peşəkar səviyyədə bu sahəyə sahiblənmək, bu elmə, bu bilgiləri almaq istəyirsə, təlimlərimizə mütləq qoşulsunlar. Elnur bəyin şəxsən əlaqə kontaktlarınız yəqin LinkedIn-də götürə biləcəklər. Mütləq maraqlanın, mütləq soruşun, öyrənin. İnanıram, şəxsən özüm də inanıram ki, bu gələcəyin bilgisidir, məlumatıdır. Yəni biz hətta gecikmişik, başlamalıyıq indidən. Yavaş-yavaş ki, bir yerdən başlayaq ki, vaxtı gələndə fundamentimiz olsun. Hər kəsi gələcəyin pulları ilə yaxından tanış olmağa, yaxından bilgilənməyə dəvət edirik. Asan İnnovasiya İnkişaf Mərkəzi olaraq innovativ bir metoddur. Belə deyək, yeni dövr, yeni nəsil pullardır. Mütləq biz bunu bilməliyik, gələcəyimizi sığortalamaq üçün. Sizi təlimlərimizə də dəvət edirik. Elnur müəllim, sizi təşəkkür etmək istəyirik. Vaxtınızı, dəyərli vaxtınızı ayırdınız. Bizimlə təcrübənizi paylaşdınız. İnşallah növbəti canlarımızda görüşənədək. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm bu cür şəraitə yaratdığınıza görə. Ümumiyyətlə, hər bir yeni texnologiyanın inkişafı maarifləndirmədən keçir. Təbii ki, biz maariflənməliyik ki, bu texnologiyanın həm risklərini, həm qazanc yollarını, həm də istifadə qaydalarını, belə də oyun qaydalarını daha yaxşı bilək, bunu öyrənək və həyatımızda da bunu tətbiq edək. Çox minnətdaram sizə. Çox sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.